məqsəd və məna. Bu iki bir şey itəndə insan həyatından hər bir şey məhv olur. Xaotik həyat. Xaotik həyatda haqsızlıqlar var, ədalətsizliklər var. Kimlərsə həmişə günahkardır xaotik həyatda. Bir struktur yoxdur axı. Çünki səbəb nəticəni başa düşmürsən. Amma əgər nəyisə fərqində olmaq istəyirsənsə və dəyişmək istəyirsənsə, mütləqi şəkildə bunu qəbul etməlisən ki, hal-hazırda həyatımda baş verənlər mən qazandıqlarımdır. Başqa cür istəyirəmsə, demək başqa cür hərəkətlər eləməliyəm, başqa cür düşünməliyəm, başqa cür həyata yanaşmalıyam. Yoxsa eyni bir şeyləri təkrarlayaraq fərqli bir nəticə gözləmək absurddur. Və hər bir sahədə ən önəmlisi nədən başlamaq lazımdır? Təmizləmələr işləri, detoks. Sağlamlıqda bu detoks adlanır. Bədənin detoksu. Kommunikasiyalarda yenə də detoks. Bəzi münasibətləri sən yığışdırmalısan, kəsməlisən, bəzi dostları ümumiyyətlə uzaqlaşmalısan. Bəzi insanlardan yəni ümumiyyətlə ignore. Detoksdur da bu da, elə deyilmi? Pulda da həmçinin detoks. Bəzi o lazımsız xərclərdən özünü təmizləməlisən. Xərcləməməlisən falan bir şeylərə pulunu. Borclardan təmizlənməlisən. Ondan sonra pluslar başlayacaq. Nə vaxta qədər ki minusun çoxdur, necə sən də nəyisə uğurlu alına bilər ki? Bax, bu təmizləmələr işlə, mental borclarını qaytarmalısan, maddi borclarını qaytarmalısan. Mən indi bazanı danışıram. Bax, sadəcə ödənişsiz bazanı danışıram. Bazadır bu. Nədən başlamaq lazımdır? Həqiqətən güclü bir pul kursuna gedirsən, sənə deyirlər ki, səhərini zaryatka ilə başlamalısan. Pul, hara zaryatka hara, deyərsən sən. Nə əlaqəsi? Özünə baxım, özündən başlamaq çünki. Kimsə də bu başa düşmür. Daha çox çalışmalıyam, daha çox zəhmət çəkməliyəm. Bəlkə nəysə mən yenə biraz da daha çox müştərini tutmalıyam. Çalışırlar 50 mindən oyundan çıxsınlar, başa düşmədən ki, yəni müştəri sənin enerjinə gəlir. Məsələn də, insanlar sənin enerjinə gəlirlər, sənin vəziyyətinə gəlirlər, sənin halına gəlirlər.